В этом городе. На этой улице. В этом здании. В этом доме. В этой kvartiri. Bəziləri qadın cinsində olduğuna görə bir cürə şəkilçi olur. Digərləri kişi cinsində olduğuna görə digər şəkilçilərdən istifadə etmək lazımdır. Ona görə buna diqqət yetirin. Gündəlik Azərbaycan dilində istifadə etdiyiniz cümləni rus dilində də o cür rahat istifadə etmək istərdinizmi? Onda mütləq şəkildə aşağıda qeyd elədiyim WhatsApp nömrəsinə yazın. İkinci kitabımı əldə edin. Çünki o kitab sırf cümlələrdən, gündəlik sizə lazım olan cümlələrdən ibarətdir. Əldə edin və hara gedirsiniz gedin. Elektron variantda olduğuna görə sadəcə bir tıkla faydalana biləcəksiniz. Mağazaya gedin, məktəbə gedin, nə bilim, aptekdir, xəstəxanadır, dırnaqdır, gözəllik salonudur və s. Lüboy bir fikrinizi rus dilində də rahat şəkildə deyə biləcəksiniz. O kitabı əldə etməyiniz bəs edir. Heç bir müəllimə filan kiməsə möhtac olmaq lazım deyil. Axşam saat 12-də də canlı yayıma gəlin ki, biraz da biliyini pulsuz artıra biləsən.